yüksələnir və ə deyilməyinə çalışmaq lazımdır. Ənni də nun mə'al-gunnədir, yəni burunda deyiləcək və iki səs qədər də uzadılacaq. Çünki yə təbi məddi hərf var burada. Fəddaltukum dedikdə dad hərfinin asını heç vaxt fəyə vermək olmaz. Bəzi vaxtda Quran oxuyar, bunu faddaltukum şəklində oxuyur. Bu da tamamilə səhvdir. Fəddaltukum ləm hərfini, demək dad hərfinin məxrəci dil iki dişin arasına girərək z və d hərflərinin qarşılığı şəklində deyilir. Fəddaltukum ləm hərfi salınır. Fəddaltukum, tukumda tu incə samitlər qrupuna aiddir. Ku da incə samitlər qrupuna aiddir. Mim hərfi isə nə olur? İzhar oxunur. Aləl-aləmin, aləl-aləmin şəklində deyib vəqf edirik. Ayn hərfi boğazın ortasından çıxır. Ləl şəklində deyirik. Çünki uzatmaq olmaz. Çünki burada həmzə var, birləşdirici həmzə var. Aləl, ləm hərfi saxlanılır. 2 saniyə ərzində boğazın ortasından çıxarır. Ləmin şəklində deyib vəqf edirik. Nunun üstündəki fətə atılır və nun sükunlu şəkildə deyilir. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.